26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibəti ilə xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə şəhid ailələri, Milli Məclisin deputatları, qazilər və media nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə şəhid ailələrini və qazilərimizi 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edib. Daha sonra şəhid ailələri çıxış edərək qazilərimizi bayram münasibəti ilə təbrik ediblər. Xüsusi təyinatlı qüvvələrin mənsubu komandanlığın bayram təbrikini oxuyub. Milli Məclisin deputatı Elçin Mirzəbəyli də tədbirdə çıxış edərək öz arzu və istəklərini tədbir iştirakçılarına çatdırıb. Vətən müharibəsi qəhrəmanı, xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan zabiti Zaur Hüseynov da tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıb. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Azərbaycan ordusunun yaranma tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib. Tədbir bədii hissə ilə davam edib. Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadə və Mirələm Mirələmov çıxış edərək qazilərimizi təbrik ediblər. Öz ifaları ilə mərasimə xüsusi bir ab-hava qatıblar. Sonda xatirə fotoları çəkilib.